Sahabələr dünyasını dəyişiblər. Bizim bir əqidəmiz var. Adı rəcətdir, xurafat deyil. Ölənləri Allah Teala Quran-ı Kərimdə buyurur ki, elə bu dünyada, məsələn, Peyğəmbərin Bəqərə surəsində buyurur ki, Peyğəmbəri bu dünyada 100 il öldürəndən sonra niyə Allah Teala təzədən qaytardı Bəqərə surəsində 100 Peyğəmbər. Qayıdanların arasında sahabələr var. Peyğəmbərin sahabələrindən ləyaqəti olan insanlar var. Hətta xanım sahabə var. Ühud döyüşündə kişilər qaçanda qaçmayan Nəsibə xanım, o xanım da İmam Zaman ağanın köməkçilərinə olacaq. Sahabələrdən Salman qayıdacaq, Malikəşlər qayıdacaq, Miqdad qayıdacaq və onlar İmam Zaman ağaya kömək edəcəklər. Keçmişdəki olan ümmətlərdən Qur'an-ı Kərimdə olan Əshab-ı Kəhf, mağara əhli 4 ehtimal yeri verilir, bir də Naxçıvandadır. Eşitmişsiniz, baxmısınız. Əshab-ı Kəhf qayıdacaq, İmam Zamanın köməkçilərinə olacaq. Bəni İsraildən bir dəstə qayıdacaq. İsa Peyğəmbərin də qövmündən bir neçə nəfər qayıdacaq. Və o cümlədən də zamanəsində olan insanlardan da İmam Zaman ağaya kömək edəcəklər. Dünyanın hər yerindən İmam Zaman ağa kömək gələcək. Kim pakdır, təmizdir, namaz qılan olmasa da, müsəlman olmasa da, haqqı, ədaləti bərpa etməkdən ötürü İmam Zaman ağa ləbbeyk deyəcək. İmam Zaman ağanın köməyinə gələn şəhərlərin adları belə bəzi hədislərdə gəlib. Afrika, Rum, Avropa, müsəlman ölkələrindən ən çox müsəlman ölkələrindən İmam Zaman ağaya yardım eləyən İran, İraq, Yəmən olacaq. Hansı bir dövləti tərəfləmə niyyətimiz yoxdur. Allah lənət eləsin bu cümə namazında, bu cümə xutbəsində kimisə tərəfin tutub kiməsə xəyanət eləyən. Ayətullah adın bəhanə eləyib əsl mübarizə İmam Zamanlandır. Bunu biləsiniz. İndi qulaq asın. Amerikanın Xarici İşlər Naziri ki, indi hal-hazırda özü indi durur. Xarici İşlər Naziridir. Çıxışında gör nə deyir Yəhudilərin arasında. Deyir ki, biz İrana sanksiya tətbiq etməliyik. Biz İranı blokadaya almalıyıq. Niyə, nə olub? Bir də budur. Onlar 12-ci İmam Mehdinin gələcəyinə inanırlar. Yatmış müsəlman. Amerikan Xarici İşlər Naziri sənin Mehdindən danışır əleyhissalam. Amma sən o İmam Zamandan nə danışırsan? Başqa bir Amerikanın senatoru. Görün nə deyir? Bu müharibə ki, yaxın şərqdə başlayıb, bu bir dini müharibədir. Günün sonunda da bu müharibəni kim qazanacaq? Bu çox böyük bir məsələdir. Bu deyir, bu müharibə dini məsələdir. Biz buna din prizmasından yanaşırıq. Son. Bir alim vardı Ayətullah İraqda, Şəhid Sədr. Bəlkə adını eşitmişsiniz. Əlimizdə etibarı mənbələr bir neçə nəfər var demişdi. Bu alimin də bir sözünü deməyinin söhbətimi yekunlaşdırıram. İraq işğal olunanda Amerika tərəfindən Amerika ordusunun xüsusi missiyası biri bu olub. Bir-bir gəlsin, İmam Zaman adlanan bir şəxs varsa, adı Mehdi hamısın, sifətlərinə qədər onu tapsın. İndi adamlar sağdır, deyir, bizi aparıb, vurub, döyürdülər, həbsdə, dindirirdilər ki, əgər yerin bilirsinizsə deyin. Ayətullah Şəhid Sədri deyir, Amerika şəkli və yeri istisna olmaqla İmam Mehdi barədə hər şey bilir. Bir dənə İmam Zaman ağanın şəkli yoxdur, bir də bilmir yeri haradır. Qalan İmam Zamanla bağlı bütün araşdırmaları bizim kitablardan eləyiblər. Yəhudi İsrailin köməkliyi ilə bir işləri var. O gələndə onun qabağında dursunlar. Bir dənə şəklin bilmir nədir. Bilsin, tutsun, bassın kimi İmam Zamandır. Öldürsün. Yerin bilmir. Qalan İmam Zamanla bağlı olub, baxın, danışanda onlar araşdırıblar bir-bir. Vədə verilən şəxs ki var İslam dünyasında, o gələcək. Və gələndə də bütün zalimları aradan aparacaq. İndən düşüblər əl-ayağa. Ehtiyatlı olaq, çalışaq, imama kömək edənlərdən olaq, imamın düşmənlərindən olmayaq. Xüsusən də bugün ağır bir vəziyyətdə, yaxın şərqdə görürsünüz ki, müharibə bir an məsələsidir. Bu müharibənin özündə bilin, bu müharibə İmam Zaman ağanın zuhuruna təsiri var.